Həmçinin insan bununla yanaşı öz ayıblarını xatırlaması. Məsələn, insan görür, xatırlayır, bax filan nemət, filan nemət, filan nemət. Yəni artıq insan o nemətlərdən çıxandan sonra elə bil ki, insanda o vəziyyət olmamışdı. Adiləşir. Ona görə insan əvvəlki vəziyyətini, əvvəlki halını xatırlamalıdır ki, insan nemətləri dəyərləndirsin və Rəbbinə olan sevgisini artırsın. Və bu qədər nemətlər var, sayısız, hesabsız. Allah Teala buyurur ki: "Və in ta'uddu ni'metallahi la tuhsuha." Allahın bəxş elədiyi nemətləri sayacaq olsanız, saymağa qalxsanız, yəni sayıb qurtara bilməzsiniz. Yəni bu qədər nemətlərə qarşı, yəni mənim etdiyim nədir? Yəni əsasən də insan öz günahlarını xatırlaması, öz asiliklərini, öz müqəssirliyini, öz səhlənkarlığını xatırlaması. Deməli, insan nemətləri xatırlamaqla Rəbbinə olan sevgisi artır. Və öz günahlarını, öz ayıblarını xatırlamaqla isə zəlilliyi artır. Deməli, insanın Rəbbi qarşısında olan zəlilliyi nə qədər artıq olarsa, çox olarsa, onun ucalması deməkdir. Yəni, bu deməkdir insanların qarşısında zəlilliyi, yəni Rəbbinin qarşısında zəlilliyini artırması, Rəbbinin qarşısında başı aşağı olması, həyalı olması, Rəbbinin qarşısında sınması. Yəni, insan Rəbbinin qarşısında nə qədər sınarsa, nə qədər zəlil olarsa, bir o qədər də ucalır. Yəni, bu elə bir məqamdır ki, zəlillik məqamı, yəni bütün ibadətlərdə olmalıdır. Bütün ibadətlərlə yanaşı olan bir dərəcə sayılır. Ona görə İbn Qayyim rahimehullah deyir ki, ariflərdən biri belə buyurmuşdur. Mən deyir, Allahın yanına daxil olmaq üçün bütün qapıları yoxladım. Bütün qapıları yoxladım və hər bir qapıda mən izdiham gördüm. Elm qapısına yönəldim, gördüm ki, elm öyrənənlər çoxdur. Cihad qapısına yönəldim, cihad edənlər də çoxdur. Sədəqə qapısına yönəldim, yəni gördüm ki, sədəqə verənlər də çoxdur. Namaz qapısına yönəldim, namaz qılanlar çoxdur. Oruc qapısına oruc tutanlar çoxdur. Bir qapıdan başqa. Yəni o qapıya gəldiyim zaman, yəni orada heç bir izdiham yox idi. Və asanlıqla daxil oldum və o da zəlillik qapısı idi. O da zəlillik qapısı idi. Yəni ona görə insan o deməkdir ki, nə qədər yəni əməli olsa da və yaxud da elmi olsa belə və hidayətin hansı dərəcəsində olsa belə, heç vaxt özünü müəyyən dərəcə sahibi hiss etməməlidir. Yəni özünün hər hansı bir məqama çatdığını və yaxud da etdiyi əməllərinə görə hər hansı bir mükafata layiq olduğunu düşünməməlidir. Çünki insan layiq ola bilməz. İnsan layiq ola bilməz. Əgər Allah Teala bizimlə, bizim layiq olduğumuz dərəcədə davransa, heç kəs cənnətə girə bilməz. Heç kəs cənnətə girə bilməz. Çünki cənnət Allah Teala'nın rəhməti ilə qazanılır. İnsanlar cəhənnəmə layiq olduqlarına görə, yəni Allah Teala'nın ədaləti ilə daxil olurlar. Yəni Allah Teala əsla heç kəsə zülm eləmir. Yəni insanın cəhənnəmə daxil olması, burada heç bir zülm yoxdur. Əsla zülm ola bilməz. Və Allah Teala buyurur ki: "Və mə rabbuke bizallamin lil'abid." Yəni sənin Rəbbin əsla bəndələrinə zülm edən deyildir. Neçə ayələrdə keçir. Yəni Allah Teala quluna əsla zülm eləmir. Deməli, insanların cəhənnəmə girməsi o haqq olduğu üçündür. Yəni Allah Teala'nın ədalətinə görədir. Amma cənnət isə Allah Teala'nın rəhməti ilə qazanılır. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki: "Lən yədxula ahadun minkumul cənnətə bi'amali." Yəni sizdən biri cənnətə əməli ilə daxil olmayacaqdır. Və sahabələr soruşurlar ki: "Ya Rasulallah, və la ent?" Hətta sən də ey Allahın Rasulu, deyir ki: "Və la ana illa an yetəğəmmədəni Allahu bi rahmetin minhu fadl." Hətta mən də əgər Allah Teala məni öz rəhməti və lütfü altına almasa. Demək, bu da onu bildirir ki, insan əməl etməlidir, çalışmalıdır və əməli yaxşı yerinə yetirməyə çalışmalıdır. Amma bununla yanaşı heç vaxt neyəsə layiq olduğunu düşünməməlidir. Hər hansı bir mükafata layiq olduğunu düşünməməlidir. Çünki insan doğulan gündən yaşlaşıb ölən günə qədər bütün ömrünü ibadətdə keçirsə, üz üstə keçirsə, Allah Teala'nın bəxş elədiyi nemətlərdən birinin haqqını, əvəzini verə bilməz. Çünki cənnət nemətləri əvəz ola bilməz. Cənnət Allah Teala'nın rəhməti ilə qazanılır və sadəcə bizim etdiyimiz əməllər də Allah Teala'nın rəhmətini qazanmaq üçün
bir səbəbdir.